Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən Arzum ləqəbi tiktoker İlduzə Hacıyevanın cinayət üzrə məhkəmənin növbəti icrası keçirilib. Xəzər rayon məhkəməsinə keçirilən prosesdə cinayətçinin ibtidai istintaqına aparan Xəzər rayon polis idarəsinin baş müstəntiqi ifadə verib. Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşılmazlıqlara müstəntiq aydınlıq gətirib. Təqsirləndirilən şəxsin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən problemlərin olduğunu deyiblər. Arzumun vəkili Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsadət təqdim etsə də, məhkəmə vəsadəti təmin etməyib. Daha sonra protokollara əlavə edilmiş hal şahidlərinin ifadələri ilə bağlı Arzum ləqəbi tiktokerin digər vəkili Fərəd Həsənov vəsadət verib. Vəkil qəza zamanı baş verən hal şahidlərinin həqiqətən də hadisə yerində olub-olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib. Məhkəmə bu vəsadəti də təmin etməyib. Məhkəmənin növbəti icrası iyunun 18-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Xatırladaq ki, istintaq zamanı tiktoker Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Arzum ləqəbi tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2, yəni yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və 264-cü, yəni yol nəqliyyat hadisəsi yerindən qaçma maddələrlə ittiham rəyi sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.